Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov-Tambovski. Bugünkü mövzumuz bir qədər ağır mövzudur, həm də maraqlı mövzudur. Söhbət açacağım ki, bir insan digər insana təmənnasız yaxşılıq edirmi? Biz çox vaxt təmənna deyəndə nəyisə bir şeyi qazanmaq başa düşürük. Bir insanı qazanmaq, deyək ki, pul qazanmaq, mülk qazanmaq və yaxud da statusun yüksəlməsi, hansısa bir perspektivi yerə yüksəlmək, yəni hansısa bir karyera, deyək ki, pilləkəndə yuxarıya qalxmaq, adətən bunlar başa düşülür, bunların cəmi. Lakin təəssüflər olsun ki, bu hər zaman belə deyildir. Təmənna bir də görsən gizli, hiyləgər şəkildə işləyir. Yəni, nəticə itibarilə bir insan başqalarına yaxşılıq edirsə, onu yalnız və yalnız öz xilası üçün edir. Düzdür, ağır səslənir, elə deyilmi? Məsələn, deyək ki, bir adam o qədər yaxşılıq eləyib, onun yaxşılığı qarşısında qarşı tərəf nankör çıxıb. Və o qayıdır, deyir, mən sənə görə çox əziyyət çəkdim. Mən sənə görə yuxusuz gecələr keçirdim. Mən sənə görə xəstəlik tapdım. Mən ən çətin anında sənin yanında oldum. İlk baxışdan elə görünür ki, təmənna yoxdur da, düzdür. Amma bunun altında nə yatır? Travmatik bir inanc yatır. Mən həqiqətən də əziyyət çəkirəmsə, demək ki, mən yaxşı insanam. Əgər mən o insanın təmənnasız əziyyətini çəkmişəmsə, deməli ki, nə? Mən özümü lazımlı hiss eləmişəm, vacib hiss eləmişəm, dəyərli hiss eləmişəm və bunun mükafatı haçansa veriləcək, hansısa bir formada. Ola bilsin ki, bu dünyada verilməyəcək, lakin o biri dünyada veriləcək. Yəni, insan yenə də bir təmənna güdür, yenə də bir gözləntisi var. Başa düşürsünüzmü? Bu gözlənti maddi də ola bilər, bu gözlənti dini də ola bilər, bu gözlənti sadəcə vicdanını rahatlatmaq da ola bilər. Yəni, mən əziyyət çəkəndə, mən yaxşıyam, özümü lazımlı hiss edirəm, demək ki, mən boşuna həyat yaşamamışam, kiməsə faydalı olmuşam və bu da mənim həyatımın anlamıdır. Bax belə, diqqətinizə görə minnətdaram. Sağ olun.